Necə ola bilər ki, bir ölkənin prezidenti, xarici işlər naziri, baş qərargah rəisi və kəşfiyyat rəhbəri cəmi bir ildə öldürülə bilər? Bəli, söhbət İrandan və devrilməkdə olan bir rejimdən gedir. Bəs İranda rejimin dəyişməsini kim və nəyə görə istəyə bilər? ...1979-cu il inqilabından bəri İran təkcə öz xalqını deyil, həm də bütün yaxın şərqi eyniləşdirməyə çalışan bir ideologiyanın qalasına çevrilib. Şah Rıza Pəhləvinin qərb yönlü monarxiyası devriləndə ondan sonra gələn Ayətullah Xomeyni rejimi özü ilə nəinki idarə forması, mentalitet, xarici siyasət doktrinası və hətta müqavimət xəritəsini də gətirdi. O gündən bu günə qədər qurulan sistemin adı İran İslam Respublikası, funksiyası isə Qəzzadan Beyruta qədər Şiə hilalı idi. Dəməşqdən Sənaya qədər uzanan bu ox Qərbin gözündə terrorun xəritəsi idi və İran bu xəritənin mərkəzində yer almışdı. 13 iyun 2025-ci ildə İsrail hərbi hava qüvvələri dəqiqliyi ilə planlaşdırılan hücumlar dalğasına başladı. Üstəlik, bu hücumlar təsadüfi deyildi. Ölkənin əsas qərar qəbul ediciləri və nüvə alimləri birbaşa hədəf alındı. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi və İran İnqilab Keşikçiləri Korpusunun komandanı, həmçinin 2 nəfər nüvə fizikası alimi eyni vaxtda öldürüldü. İran üçün bu sadəcə təhlükəsizlik pozuntusu deyil, bu rejimin onurğa sisteminə vurulmuş bir zərbə idi. İranın regional qüdrəti xüsusilə Əsəd devriləndən sonra zəifləməyə başladı, lakin indi o, öz ərazisini belə müdafiə edə bilməyəcəyi vəziyyətə necə düşdü? Bəs bütün bu hücumların məqsədi nə idi? Başqa tamaşaya baxırıq, yoxsa İranda rejim doğrudan mı dağılır? Bu suallara cavab vermək üçün hər şeyin başladığı tarix olan 7 oktyabr 2023-cü ilə, yəni İsrail və Həmas arasında başlayan müharibəyə nəzər salmaq lazımdır. Hücumlar ilk dəfə baş verəndə Netanyahu'nun dediklərini xatırlayaq. The whole Middle East changes. We will not only bring down barriers between Israel and our neighbors, we'll build a new corridor of peace and prosperity that connects Asia through the UAE, Saudi Arabia, Jordan, Israel to Europe. This is an extraordinary change, a monumental change, another pivot of history. O, yaxın şərqdə xəritələrin dəyişəcəyini bəyan etmişdi. Aradan 2 il keçdi. Yenə eyni cümləni işlətdi. Bunu yenidən siyasi refleks kimi şərh etmək olmaz. Bu, açıq şəkildə strateji vizyonun şifrəsi idi. Əsədin devrilməsi və Livan Hizbullahına qarşı radyorabitə əməliyyatı İranın əlindəki kartları bir-bir sıradan çıxardı. 2024-cü ilin may ayında Prezident İbrahim Rəisi və Xarici İşlər Naziri Abdullahyanın helikopter qəzasında həlak olması sıradan bir faciə deyildi. Çünki rəisi təkcə indiki rejimin deyil, həm də Xomeynidən sonraki dövrün təbii varisi idi. 2 ay sonra isə yeni prezident Pezeşkanın and içmə mərasimi axşamı Həmas lideri İsmail Haniyə Tehranda öldürüldü. Belə yüksək vəzifəli şəxsin öldürülməsi ölkədə olan ciddi təhlükəsizlik sızıntılarına xəbər verirdi. İçəridə bir zəiflik olduğu çox aydın idi. İrandakı bu zəifliyin mənbəyinə baxanda gözümüz sadəcə az, lakin strateji mövqeyə malik olan bir qrupa, Yəhudilərə yönəlir. Şah dövründə dövlətdə mühüm vəzifələr tutan bu azlıq rejim dəyişikliyinə baxmayaraq ölkədə qalmağı bacarıb. Üzdə pasiv görünsələr də İsrailin kəşfiyyat şəbəkəsində hələ də aktiv rol oynayırlar. İran kəşfiyyatının dəfələrlə verdiyi məlumatlara görə Tehrandakı dini azlıqların bəzi üzvləri Qərb xidmətləri ilə məlumat mübadiləsi aparır. Qərb mətbuatında aparılan təhlillərə görə ölkədəki bəzi Yahudi fiqurlar rejim dəyişikliyinə qarşı sadəcə susmaqla kifayətlənmir. Əksinə, bu dəyişikliyi sürətləndirəcək işlərin görülməsinə şərait yaradırlar. İranda dəyişdirilməsi planlaşdırılan yeni hökumətə rəhbərlik edəcək ad artıq bəllidir. Devrilmiş şahın oğlu Rıza Pəhləvi. ABŞ-da tez-tez siyonistlərin çevlələrində qonaq olan Pəhləvi, İsrailin İrana hücumlarından sonra xalqı açıq şəkildə üsyana çağırmağa başlayıb.
Pəhləvi bir çox hallarda ABŞ-da İran kralı titulu ilə səhnəyə çıxarılır. O, İsrail nazirləri ilə görüşlər keçirib. İsrailin məxfi kəşfiyyat orqanı olan Mossad daxildə əməliyyat apararkən xaricdəki İran diasporası artıq Pəhləvi üçün səfərbər olmuşdu. Pəhləvinin İranda hakimiyyətə gəlməsi İsrailin təhlükəsizlik anlayışında köklü dəyişiklik demək olacaq. Pəhləvi demokrasiya adı altında sionizmə xidmət edəcək. İsrailin risk olaraq təyin etdiyi hər vəziyyəti aradan qaldıracaq. Burada nüvə proqramının dayandırılmasından tutmuş Hizbullaha və özəl sektora dəstəyin kəsilməsinə və hətta ABŞ xəttinin yenidən normallaşmasına qədər bir çox alternativlərdən danışmaq olar. Bunlar şişirtmə kimi algılanmasın, çünki söhbət idarəçiliyinə keçmək istədiyi İran müharibə vəziyyətində çətin bir dönəmdə qızını möhtəşəm toyulla Yahudiyə ərə verərək sülalədə ilkə imza atan Rıza Pəhləvidən gedir. İranda belə şəxs hakimiyyətə gələrsə, Trump və Netanyahunun planlaşdırdığı yeni İran artıq İsrail üçün təhlükə yox, müttəfiq ola bilər. İran təbii qazı İsrail vasitəsilə Avropaya nəql edilə bilər və beləliklə İsrail enerji diplomasiyasında əsas oyunçuya çevrilə bilər. Amma bu hamısı deyil. Pəhləvi hakimiyyətə keçərsə, ABŞ Çinin kəmər və yol təşəbbüsünün mühüm bir hissəsini məhv etmiş olacaq. Çünki İran yaxın şərqdə bu təşəbbüsün ən mühüm strateji tərəfdaşlarından biridir. Buna görə də Çin İranda rejim dəyişikliyini dəstəkləmir, çünki xaos investisiyanın düşmənidir. 25 illik strateji biznes müqaviləsi ilə İranı qərbdən təcrid edən Çin indi o divarın uçacağından narahatdır. İranın başqa müttəfiqi Rusiyada rejimin dağılması ilə öz təsir dairəsini itirməkdən qorxur. Bölgədəki bütün balanslar bir planın addım-addım irəlilədiyini göstərir. Rıza Pəhləvinin xaricdə təbliği, İranın əməliyyatlarının artması və ABŞ-dakı bəzi siyasi qrupların açıq şəkildə İran xalqına dəstək çağırışı icebergin sadəcə görünən tərəfi ola bilər. Bəlkə də soruşulması lazım olan əsl sual budur ki, xəritələr həqiqətənmi dəyişir, yoxsa biz sadəcə uydurma bir ssenarinin mərhələsini izləyirik?